tanışım mənə zəng edərək deyib ki, Kamran, bəs bir tanışım var, mənim dostum var. Bəs onun üçün bir nömrə almaq lazımdır. Yəni vəsiqəm yoxdur da, yəni ona görə mənə yaxşılığı elə bir nömrə alaq mənim üçün. Dedim, bu nə ilə bağlıdır? Dedi, sadəcə hər yerə pulsuz danışacağıq da bu nömrə ilə onun üçün. Elə mən özümə də dedim ki, nə yaxşı, elə mən də özüm üçün alaram gələcəkdə belə bir nömrə. Bu verdiyi nömrəni buradan hər öz işində, gücündə. Yəni indi hardasa bir 2 gün bundan qabaq mənə Vergilər Nazirliyindən xəbər gəlib ki, yəni sənə külli miqdarda vergi borcun var. Adında da 4 dənə obyekt, şirkət var. Hardasa 200 minə yaxındır. Yəni hal-hazırda da mən öz tanışımı tapa bilməm. Prosta deyilənlərə görə biri deyir yoxdur hardasa, biri deyir tutulub. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirildi ki, belə halların sayı son günlərdə artıb. Bu cür qanunazidd hərəkətlər əksər hallarda vətəndaşların özləri tərəfindən könüllü olaraq dələduzlara etibarnamə verməsi, yaxud özünə məxsus elektron imzadan istifadə etməyə şərait yaratması nəticəsində baş verir. Elektron imza yalnız öz sahibinə məxsusdur. Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına alınmış elektron imza ilə təsis olunan hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar. Daxili İşlər Nazirliyindən isə Xəzər xəbərə bildirildi ki, Kamran Hidayətov tərəfindən polis orqanlarına müraciət daxil olmadığına görə məsələ ilə bağlı hər hansı bir tədbir görülməyib. Vətəndaş mütləq polisə müraciət etməlidir.